Bu 5 addımı ataraq səhifəmi necə yenidən aktiv etdim. Birinci addımım özümə sual verdim. Niyə qayıtmaq istəyirəm? Cavab çox sadə idi. Çəkdiyim hər bir şeyin özüm üçün xatirə qalmağını istəyirdim. Həmçinin də düşünürdüm ki, kimlərəsə ilham olaram. Addım 2. Özüm üçün kontent istiqamətlərini aydınlaşdırdım. Əvvəllər bilmirdim ki, nə haqqında paylaşım. Günlük vloqlar paylaşmaq həmişə marağımda olub, amma əlavə olaraq faydalı videolar da paylaşmaq fikrimdə var idi. Sonradan anladım ki, ən dəyərli məzmun real həyatda yaşadığım təcrübələrdir. Bundan əlavə yeni öyrənməyə başladığım SMM sahəsi haqqında da videolar çəkib həm özümü inkişaf etdirərəm, həm də izləyicilərə faydalı olmağa çalışaram deyə düşündüm. Addım 4. Özümə qarşı tələblərimi yumşaltdım. Əvvəllər özümə qarşı çox böyük tələblərim var idi. Nə qədər də paylaşmağı sevsəm də bu məni uzaqlaşdırırdı. İndi isə enerjim olmadığı vaxtlarda video çəkmirəm, paylaşmıram və özümü də günahlandırmıram. Çalışıram ki, verdiyim fasilə uzun müddət olmasın. Dördüncü addımım isə özümə real və planlı məqsəd qoydum. Başa düşdüm ki, əvvəllər paylaşmaq üçün heç bir sistemim yox idi. Başladım həftəlik kontent planı hazırlamağa. Videoları çəkmək üçün özümə 2, lazım gələrsə 3 gün vaxt ayırdım. Beləliklə, hazır olan videolar sayəsində özümü yormadan həftəlik paylaşımlar edə bildim və planlı işləməyi bacardım. 5-ci addım. Özümü tənqid yox, dəstək oluram. Əvvəllər düşünürdüm ki, mükəmməl olmalıyam, amma indi isə düşünürəm ki, səmimi olmağım bəsdir. Hər kəsin yolu fərqlidir, amma bəlkə sənə də ilham olar. Hansı addım sənə daha yaxın gəldi? Rəyini yaz, bir-birimizi motivasiya edək.